Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizdən biri də şəhid Samir Quliyevdir. Şəhid Samir Quliyev Məhərrəm oğlu 25 noyabr 2001-ci ildə Lənkəran rayon Belədi kəndində anadan olub. Belədi kənd orta məktəbini bitirib. 2 iyul 2020-ci ildə hərbiyə gedib və Beyləqan rayonu 181 saylı hərbi hissəsində qulluq etməyə başlayıb. 27 sentyabrın 2020-ci ildə Füzulidə şəhidlik zirvəsinə ucalıb. Belədi kəndində dəfn olunub. Yaşadığı küçə şəhidin adını daşıyır. Adına bulaq inşa olunub. Ölümündən sonra vətən uğrunda cəsur döyüşçü, Füzuli uğrunda medalları ilə təltif olunur. Əziz şəhidimiz Samir Quliyevin ruhu önündə baş əyirik.